Birinci, mənim üçün maraqlıdır ki, yəni IPO inkişaf üçün, yəni əlavə kapital cəlb etmək məqsədi daşıyırdı, yoxsa mövcud səhmdarların, investorlarını, belə deyək də, nağdlaşdırma, qismən nağdlaşdırma niyyəti var idi ortada. Beynəlxalq praktikada bunlar, hətta bizə bəzən sual verilir ki, xarici təşkilatlar bu secondary demək bu. Yəni ki, biz onsuz da bu IPO-da cari səhmdarların səhmlərinin bazara çıxarışı deyil. O olsaydı, hə, orada sizin ikinci dediyiniz sualın o hissəsi, bu yeni səhmlərin buraxılışıdır. Bazara yeni səhmlərin buraxılışıdır ki, bizdə artıq 932 min səhm buraxıldı. Yəni 17 milyondan, onu qrupunu deməyəcəm, 17 milyon rəqəmdən 18 milyona kimi qalxır. 18 milyon hansı bir rəqəmə kimi qalxır. Yəni bu nəqləşdirmə deyil, bu yeni səhmlərin buraxılmasıdır. Bunun çox vacib ana məqsədi kapital bazarlarıdır, Tural müəllim. Yəni bu çox kritik bir məsələdir. Çünki biz düşünürük ki, bunu bir neçə dəfə demişik, amma mən istəyirəm sizlə səmimi də bunu çatdırım ki, bizim nə məqsəd bazarda belə keyfiyyətli kağızlar olmalıdır. Olmasa, yəni insanlarımız, investorların inanması üçün, hiss eləməsi üçün bu vacibdir. Bazarda bu, hətta daxildə danışıqda deyirik ki, bu Paşabankın istiqraz səhmləri bu gələcəyin kapital bazarlarının blue chip olacaq. Yəni necə ki blue chip deyirik, Microsoft, Nvidia və s. Paşabankın da səhmləri bu Azərbaycanın, müasir Azərbaycanın kapital bazarlarının bir ilkləridir. Yəni kimsə bunu eləməlidir ki, insanlar inansınlar. Bilirsiniz, biz burada dövrdə, bu 2 aylıq dövrdə bir çox suallar aldıq. Depozitlə müqayisədə, istiqrazla müqayisədə o qədər sual. Sonra o sual məsələ, məsələn 20 manatlıq niyə ki baha satılır burada. Bunu davamlı kommunikasiya edir. Amma görürük ki, biraz da kommunikasiya çox getməlidir. Bu səhm IPO prosesindən sonra da davamlı getməlidir burada. Məqsəd bazarda belə kağızlar olsun.